Məlumat verdiyimiz kimi, Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Hadisə ilə bağlı yeni məlumatlar, üzə çıxır açıqlamalar var. Dediyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib hadisədən sonra, dərhal sonra eyni zamanda Azərbaycanın Xarici İşlər Nazirliyi və Azərbaycanın Müdafiə Nazirliyi də Türkiyə tərəfinə başsağlığı verib. Əli Əsədov, Azərbaycanın baş naziri Əli Əsədov hadisə ilə bağlı Türkiyə, deməli, Gürcüstanın həmkarı ilə əlaqə saxlayıb. Azərbaycan Prezidentinin tapşırığına əsasən baş nazir Əli Əsədov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Gürcüstanın baş naziri İraqlı Kobaxidze ilə əlaqə saxlayıb. Baş nazir Əli Əsədov ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin müvafiq heyətinin həmin əraziyə göndərməyə və digər lazımi dəstək tədbirlərini görməyə hazır olduğunu bildirib. Gürcüstan tərəfi bu dəstəyə görə təşəkkürünü bildirib. Hazırda Gürcüstanın aidiyyəti qurumlarının nümayəndələrinin ərazidə çalışdığını deyib. Söhbət zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Gürcüstanlı həmkarları ilə əlaqə təmasda olduğu vurğulanıb. Tərəflər faciə ilə əlaqədar təmasların davam etdirilməsini razılaşdırıblar. Bu arada deməli Gürcüstan Hava Naviqasiya Xidməti də hadisə ilə bağlı açıqlama yayıb. Bildirilir ki, Gürcüstan ərazisinə keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin radarlarından itib. Qurumun açıqlamasına görə təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış, xilasetmə əməliyyatlarına başlanılıb deyə məlumatda qeyd olunur.